Bismillahirrahmanirrahim. Əli radiyallahu anhu Muhammed sallallahu aleyhi və səlləmin belə söylədiyini rəvayət edir. Kim səhər vaxtı xəstə bir müsəlmana baş çəkərsə, onu ziyarət edərsə, axşama qədər 70.000 mələk ona dua edər. Digər bir rəvayətdə gəlir ki, onunla bərabər 70.000 mələk çıxar və onun üçün Allahdan istiğfar diləyər. Yəni Allahdan onun üçün bağışlanma istəyər. Və əgər axşam vaxtı baş çəkərsə, onu ziyarət edərsə, səhərə qədər 70.000 mələk ona xeyir-dua edər. Allahdan bağışlanma istəyər. Və Allah Rəsulu hədisində buyurdu ki, وَكَانَ لَهُ خَرِيفٌ فِي الْجَنَّةِ Və onun üçün cənnətdə bir xarif vardır. Yəni, içərisində cənnət meyvələri olan bostan vardır. Dəyərli müsəlmanlar, İslam dini müsəlmanları bir-birinə yaxınlaşdıran hər şeyə bizləri həris etmişdir. Və bu əməllərdən, iki müsəlman arasında məhəbbəti artıran əməllərdən biri də xəstə qardaşını ziyarət etməkdir. Həqiqətən onda sənə qarşı qəlbində məhəbbət artır. Və bu böyük əcr olan əməllərdən nedir?